Bu videodan sonra stomatologlar məni diş daş ateşinə tutdu. Təbii ki, magistraturunu bitirən bir kimyaçı kimi sodanın xüsusiyyətlərindən xəbərdaram və dişə verə biləcəyi ziyanla da. Məncə burada heç kimyaçı da olmaq lazım deyil, sadəcə biraz lovğalandım. İtiraf edirəm. Magistraturunu qırmızı diplomla bitirməsəm də əsas odur ki, bitirmişəm, buna da şükür. Keçək əsas məsələyə. Deməli, bu videoda diş ağartmaq üçün kokos yağı, soda, kömür və diş pastasını qarışımını tövsiyə edirəm. Hələ də tövsiyə edirəm. Bəli, tək sodanı təmiz halda dişinə vursa, birdən-birə stomatoloqun otağında protezlə ayılmaq şansınız çoxdur. Ancaq mənim reseptimdə bir komponent var ki, sodanın dişə verəcəyi zədəni demək olar sıfıra bərabər edir. Yəni sodanı ziyanlaşdırır, ancaq onun diş ağartmaq xüsusiyyətini azaltmır. Bu da kokos yağıdır. Burada artıq kimyaçı da olmaq lazım deyil. Bu fizika tərəfdən artıq sübut edilib ki, yağ səthin üzərində yağlı plyonka yaradaraq sürtünmənin, aşınmanın qarşısını alır. Dişə də bu cür təsir göstərir. Yağlı plyonka ilə dişi bürüyür və soda ilə, kömürlə sürtünmənin qarşısını alır. Ona görə diş minanız yerində qalır, ziyan görmür. Ancaq kokos yağı istifadə etsəz, çalışın rəfinə edilməmiş soyuq sıxım yağdan istifadə edin, çünki diş üçün onun faydalı xüsusiyyətləri daha çox olur. Ağızda bakteriya göbələkləri öldürür, ərpi apararaq dişi ağardır. Mən təmiz kokos yağını iHerb'dən sifariş edirəm, linkini Mikrob Story'də paylaşacağım. Diş və diş ətinin ziyan görməməsi üçün çalışın düzgün fırça və diş pastası seçin. Mən Biomedin məhsullarından istifadə edirəm və çox razıyam. Yəni də bu mənim biliklərimdir. Mənə güvənib inanmaq sizin seçiminizdir. Heç kimi heç nəyə məcbur etmirəm. Öz istifadə etdiyim, faydasını gördüyüm məsləhət və məhsulları sizinlə paylaşıram.